Amma belə də olur, bax, əvvəldən deyim sizə, sonra mənlə dava eləməyin. Bunu mütləq deməliyəm sizə. Birinə belə də olur hərdən. Tez-tez də olur. Birinə gizlin yaxşılıq elirsən, gizli. Heç özü də bilmir. Heç kəs də bilmir. Allah da gəlir, deyir ki sənə, bax, qulaq asın mənə, deyir, mən də sənə kömək eləyim bu işdə, ixlası artırasan, deyirsən, ilahi, əlbəttə kömək elə. Necə kömək eləyəcəksən mənə? Sən ona gizli yaxşılıq elə, mən şərait yaradacağım, yaxşılıq elədiyin adam sənə xəyanət eləyəcək. Hədislərdə var, bu məqamda sevinin, şad olun. Yaxşılıq elədiyiniz adam ki, gizli ona yaxşılıq eləmişsiniz, sizə xəyanət eləyəndə sevinin, çünki bu ixlası artırır, bu xalisliyi artırır. Buna Allah xüsusi mükafat verəcək, xüsusi mükafat. Qədri bilinməyən yaxşılıqlarınızın qədrini bilin.